Doktor, mən kompüter qarşısında çox işləyirəm və dirsəklərimi daimi ofis masasının üzərinə qoyuram və axşama yaxın məndə dəhşətli dirsəyimdə ağrılar yaranır. Bu ağrıların səbəbi nə ola bilər? Xüsusilə ofis işçilərində, kompüterdə işləyən işçilərdə, deməli, kubital tunel sindromu adlandırılan dirsəkdə ağrılarla özünü müşahidə edən bir sıxışma sindromu olur. Bu zaman bizdə ulnar sinir dediyimiz dirsək siniri sıxışır dar kanalda və nəticədə çəçələ barmağımız və üzük barmağımız yarıya qədər keyləşmə olur və eyni zamanda dirsəkdən qolumuza doğru uzanan ağrılar verə bilir. Bu bəzən bir tərəfli, bəzən iki tərəfli ola bilir. Bu problemi aradan qaldırmaq üçün ilk növbədə ətraflarımıza, əllərimizə fizioloji poza verməliyik. Müəyyən müddət dincəlmək, əlləri silkələmək, aşağı uzatmaq lazım gəlir. Artıq problem yaranıbsa, xüsusi iynə terapiyaları vasitəsilə və fizioterapiya vasitəsilə bu ulnar sinirin sıxışma sindromunu aradan qaldırmaq mümkündür.